Bu gün PHP-də hesablama əməliyyatlarını eləyəcəyik. Toplama, çıxma, vurma, bölmə kimi əməliyyatları PHP-də eləmək mümkündür. Deməli, bir A adında dəyişkən yaradaq. 5 dəyərini verək ona. Integer olduğu üçün birbaşa yazdım, yəni dırnaq içində yazmadım. Və B dəyişkəni də yaradıram. Buna da 10 yazıram. Və indi bu A ilə B-ni necə toplayıb çıxa bilərəm. Echo birinci A dəyişkəni yazdırıram və bundan sonra toplama işarəsi B və nöqtəli vergül yazıram. Bu artıq A ilə B-ni toplayır və nəticəni ekrana çıxardır birbaşa, yəni bunları yazdırmır. Əgər bunları ayrı-ayrı yazdırmaq istəyiriksə, nöqtə ilə birləşdirə bilərik belə. Eyni əməliyyatları çıxma, bölmə kimi də eləyə bilərik. A-dan B-ni çıxırıq indi. -5 verir. Vura bilərik, vurma ulduzla olur. Və ya bölmə bu formada. Və belə bir şey də var. Faiz işarəsi ilə nəyi tapırıq? Faizlə böldükdən sonra qalıq nədirsə onu göstərir. Məsələn, 50-ni 10-a böləndə 5 eləyir və heç bir qalıq qalmır. Ona görə bizə 0 verməlidir hal-hazırda. 0 da verdi. Amma 51-i 10-a böləndə 1 qalığını bizə verəcək. Faizlə də bu qalığı tapmaq mümkündür. Və yaxud belə bir şey eləmək olar. Birbaşa nəticəni dəyişkənə atıb yazmaq olar. Yeni bir dəyişkən yaradıram nəticə adında. A vurulsun B. Və burada da tək nəticə yazmaqla istədiyim nəticəni ala bilərəm. Yəni bu formada da əməliyyatları eləmək mümkündür. İndi belə bir şey də var. Məsələn, B adında bir ya da A adında bir dəyişkən yaratdım. Buna 5 verirəm. Daha sonra yeni bir A yaradıram və belə bir şey yazıram. Bu deməli nəyi göstərir əslində? Cavabı 6 verdi. Birinci dəyişkəndə A-da qiyməti 5 vermişəm və yeni bir A adında dəyişkən yaratmışam. Burada isə bundan əvvəlki A dəyişkəninin üzərinə 1 gəlirəm. Yəni 5-in üzərinə 1 gəlirəm. Və sonda echoda A-nı yazıram və bildiyiniz kimi ki, eyni dəyişkən olanda ən sonuncunu yazdırır. Yəni bunun cavabı nədirsə onu yazdırır. Ümid edirəm ki, məntiqi tutdunuz. Amma bunun daha qısa yolu da var. Qısa yolu da eyni ilə bu əməliyyatı bu formada eləmək olar. Baxın, deməli A dəyişkənini silirəm və bu toplama işarəsini bərabərdən əvvələ yazıram. Eyni nəticə olur, 6. Yəni bu o deməkdir ki, A dəyişkəni özündən əvvəlki A dəyişkənin üzərinə 1 gəlir. Və bunu mənfi də eləsək, 5-dən 1 çıxacaq, 4 yazacaq. Bunu vurmada eləyə bilərik bu formada. Daha sonra rəqəmləri artırma üsulu var. Məsələn, A bərabərdir yenə O-ya, 10-a daha doğrusu yazırıq. 10 yazır və A üstəgəl bu formada bir şey yazdıq. Bu artıq 11 deməkdir. Yəni 1 artırır. Üzərinə 1 gəlir. Burada 11 yazsam da artıq 12 olacaq. Və eynisini azalda da bilərik. 2 dənə mənfi yazanda da geriyə doğru 1 çıxır, yəni həmin rəqəmlə. Hesablama əməliyyatları da bu formadadır PHP-də. Yaxın zamanda bunlardan istifadə edib bir skript yazacaq. Yəqin ki, maraqlı olacaq. Hələlik.